Hər kəsə salamlar. Bu gün mən sizə 100 dollar haqqında məlumat verəcəm. Gördüyünüz kimi bu 100 dolların önüdür və bu da onun arxasıdır. Gəlin zaman keçmədən videomuza başlayaq. 100 dollar ABŞ-ın və eyni zamanda dünyanın ən populyar əskinazıdır. Bu günə qədər 13 fərqli dizayn ilə dövrəyə buraxılıb. 1860-cı ildə dövrəyə buraxılan və həmin əskinazlar 3 fərqli dizaynda olublar. 100 dollar ikinci dəfə 1863-cü ildə yenidən dizayn olunmuşdur. Əskinazın növbəti dizaynı 1878-ci ilə təsadüf edir. Həmin dizaynda ABŞ-ın 5-ci prezidenti 1817-1825-ci illərdə James Monroe'nun şəkli yer alır. Və sonra 2013-cü ildə oktyabr ayında dövrəyə buraxılan yeni 100 dolların üzərində Franklin şəkli yer alıb. Yeni 100 dolların iki fərqi odur ki, 3D təhlükəsizlik lenti kimi yeni təhlükəsizlik xüsusiyyətlərini özündə əks etdirən bu əskinaz həqiqətliyini də müəyyənləşdirmək daha asan olduğu üçün saxtalaşdırmaq da daha çətindir. Əskinazlar 1, 2, 5, 10, 20, 50 və 100 dollardır. 100 dollar 170 Azərbaycan manatına bərabərdir. Dostlar, videomuz buraya qədərdir. Videoların gəlməsi üçün abunə olub, like atmayı unutmayın. Sağ olun, salamat qalın.